Fərqləndirilmiş sözlərə əsasən diaqramda uyğun fikri müəyyən edin. Sürmənin dodaqları gül yarpağı kimi titrəyir, gözləri xumarlanırdı və birinci fikri sola yazıb, adlardan düzəlib, titrəmək sözü əslində sadə feildir. Deməli, yanlış fikirdir. Tərkibinə görə təhlili kök qrammatik sxeminə uyğundur. Titrəmək sözün köküdür. Bir dənə qrammatik şəkilçi var, ona görə 2 də səhvdir. Şəxsi keyfiyyətə görə dəyişə bilmir yazıb ortaq hissəyə, amma hər ikisi dəyişə bilir, çünki hər ikisi təsriflənən feildir, göründüyü kimi zaman qəbul edib. Dördə yazıb ki, qayıdış növdə şürdi keçmiş zamandadır. Xumarlanmaq sözündə xumar sözün kökü xumarlanmaq lam bütöv leksik şəkilçidir. Ir indiki zamandır, yəni heç keçmiş zamanda da deyil, yanlış fikirdir. Qalır yerdə 5, bəli, idi var burada, xumarlanır idi. Cavabımız 5 olacaq. Sözün kökü də feil deyil, bəli, xumar sözüdür.